Yoldaşlar, mən deməli bu Leopard maşınının müxtəlif funksiyalarını paylaşırdım. Tıxacda ən gözəl istifadə üçün ICC, Intelligent Cruise Control sistemini aktiv edirsiniz. Heç ayağınızı nə qaz tormuz və yaxud qaz və yaxud əyləc, nə də sükana vurmursunuz. Avtomobil özü, bax o maşın riski daxil olduğundan o məsafəni saxladı. Belə özü rulu idarə edir sükanı. Sola, sağa. Eyni zamanda da bütün 12 kamera və ondan çox sensor, radar bu prosesdə iştirak edir. Hamısı eyni zamanda monitoring edir. Yəni bundan gözəl sürücünü. Bugün hardasa 5 kilometrə qədər yol sürmüşəm. Heç inanırsınız, elə bir ki yol sürməmişəm. Yəni o bütün bu sistem çox gözəl, yorulmağa qoymayıb. Ona görə Çin maşını maşın deyil deyənləri mən 10 əllə dəstəkləyirəm. Həqiqətən də Çin maşını maşın deyil. Maşın deyil, o başqa bir aləmdir. Ağılları gedib alıblar Elantraya, nə bilim 30-40 min pul verirlər. Amerikadan gəlmiş, nə bilim yarısı sökülüb başqa maşına yığılmış. Qabaqda 5 payduşkanın hamısı açılmış. Gedib ona 20-30 min pul verirlər, amma sıfır avtomobil gətirmirlər ki, Çin maşını deyirlər, keyfiyyətsizdir, ustam deyir. Ustanın marağı odur ki, siz o köhnə xılan maşını gətirəsiniz, o da sizdən pul qazansın da. Bu qədər.